MiG 2026-nın çərçivə sənədində həmçinin İlyasın nağılı belə bir əsər də var və həmin əsərdə sual-cavabını sizə təqdim edirəm. Nağılın əvvəlində verilən bu nümunə necə adlanır? Yəni burada belə bir nümunə təqdim olunub. Hamam içində, xəlbir saman içində, dəvə dəliləşdi yelər, köhnə hamam içində qarışqa şıllaq atdı, dəvənin budu batdı. Və bu nümunə necə adlanır? Demək, bu Qaravəlli nümunəsidir, düzdür? Hadisələr nə zaman baş verir? Hadisələr keçmiş zamanda baş verir. İlyas tacir oğlu idi, xeyr. İlyas tacirin quludur. Tacirlə İlyasın münasibəti necə idi? Burada övlad ata münasibəti var. Həmçinin bu xüsusiyyətə biz Müsbət Fəxrəddin əsərində rast gəlirik. Rüstəm bəy nökərlərini övladı kimi sevir. Yəni burada münasibətdən söhbət gedir. Sonra tacirin bikef olmasına, yəni kefsiz olmasına səbəb nədir? Tacirin əlində olan mayası nə olur? Yəni əlindən çıxır, mayasını batırır. İlyas tacirin halını belə görüb ona nə təklif eləyir? Deyir ki, ağa, bundan asan şey yoxdur. Apar məni sat və həmin pulu əlində maya elə. Yəni özünü təklif edir ki, qul bazarında satsın və əlinə pul düşsün və onu da özünə maya eləsin. Bəs tacirin İlyasa cavabı necə olur? Tacir həm İlyası çox istədiyini deyir, həm də İlyas qul olduğuna görə düşünür ki, ona az pul verəcəklər. İlyasın özünü qiymətli qul adlandırmasının səbəbi nədir? Özünü qiymətli qul adlandırmasının səbəbi odur ki, deyir ki, dünyada mən 3 şeyi yaxşı bacarıram, 3 şeyi yaxşı tanıyıram. Biri atı, biri daşqaşı, biri də insanları, adamı. Deyir, apar məni bazara, 500 tüməndən aşağı satma. Həmin pulu gətir, əlində maya elə. Bu nitqi kim kimə söyləyir? İlyas tacirə deyir və tacirə məsləhət görür. Həm də burada bir qeyd vermək olar ki, tacir İlyasın sözündən sonra onu bazara aparır. Yəni, özü məcbur qalaraq onu aparmır. İlyasın sözündən sonra onu bazara aparır. Heç padşahın bütün qulları 500 tümənə dəyməz fikri kimindir? Bunu padşahın vəziri tacirə deyir. Vəzir gedib padşaha əhvalatı danışandan sonra padşah hansı addım atır? Deyir ki, gedib qulu alsın və vəzir 500 tümən gətirib tacirə verir. İlyası alır, gətirib padşahın qullarının içərisinə, belə deyək ki, ötürür. Tacir İlyası qul kimi sataraq qazandığı pulu necə sərf edir? Tacir həm də daha doğrusu pulu əlində maya eləyib alış-verişə başlamış olur. Bir gün padşaha gətirilən gözəl atda əvvəlcə heç kim nöqsan tapa bilmir. Fikri doğrudur. Əvvəlcə, bəli, heç kim nöqsan səhv tapa bilmir. Bu fikir doğrudur. Birinci ona at gətirirlər. Düzdürmü? Padşah İlyası çağırtdırıb, yadına düşür ki, axı İlyas atı tanıyır. Daha doğrusu burada yadına düşür ki, atı tanıyır ifadəsini demək biraz doğru deyil. Biz növbəti məqamlarda görərik və padşahda əminlik növbəti məqamlarda yaranacaq. Padşah İlyası çağırtdırıb onun qiymət verməyini istəyir və demək İlyasın cavabı görə necə olur? İlyas deyir ki, atın gözəl olmağı ilə razıyam, ancaq bir eybi var. O da nədir? Suya girsə deyir, yatacaq. Qeyd kimi burada bir növbəti bir məqamı vurğulayaq. İlyas deyir ki, padşah sağ olsun, mənim dövlətim yoxdur, yəni mənim var dövlətim yoxdur, ancaq başımı girov qoyaram. Yəni, başımdan belə keçməyə hazıram ki, atı suya salaq. Əgər yatmasa, mənim boynumu vurun. Növbəti qeydimiz odur ki, ata minirlər, suya salırlar və at suya girən kimi nə olur? Yatır. Padşah İlyasdan bunun səbəbini soruşur. İlyasın cavabı necə olur? Deyir ki, padşah sağ olsun, bu ata camış südü verilib. Odur ki, suya girəndə camış kimi yatır. Padşah bu cavabdan əmin olmaq üçün bəs nə edir? Hələ əmin olmayıb. Əmin olmaq üçün nə edir? Atı satandan soruşur.
və yəni əmin olsun, həqiqətən belədir. Atı satan da deyir ki, padşah sağ olsun, bu at anadan olandan sonra anası ölüb və mən də onu camışımızla nələmişəm, camış südü ilə əmizdirmişəm. Demək, bəli, bu ilk olaraq belə deyək ki, Əhmədin, üzr istəyirəm, İlyasın cavabından sonra padşahda nə vaxt əminlik yaranır? Demək ki, atla bağlı, yəni atı satanın dediyi fikirdən sonra belə deyək ki, əminlik yaranmış olur. Növbəti suala baxaq. Padşah İlyasın cavabının doğru olduğunu biləndən sonra hansı göstərişləri verir? Aha. Göstəriş verir ki, bu atı alın, İlxıya qatın. Bizə çapışmada lazım olar. Bu bir. Özü də əmr eləyir ki, bundan sonra mən nə yeyirəmsə, İlyasa da həmin yeməkdən verin, həmin xörəkdən verin. Bu iki. Və İlyas hər gün padşahın yediyi yeməkdən yeyir. Qonşu, bir də bir növbəti bir məqam var ki, qonşuluqda başqa ölkələr də var idi. Bununla bağlı faktımız hardan yaranır? Bir gün qonşu ölkələrin padşahları, demək, qonşuluqda başqa ölkələr də var. Qonşu ölkələrin padşahları bu padşaha qonaq gələndə bir nəfər ona neynir? Yumurta boyda bir almaz gətirir, hədiyyə gətirir. Bir hamının günəş kimi parlayan almaz haqqındakı düşüncəsi necə olur? Deyir ki, bu almazın heç bir qiyməti yoxdur. Yəni, çox qiymətli bir şeydir də. Çox bahalıdır, dəyərlidir, qiymətlidir. Padşah İlyası çağırtdırıb, onun almaza qiymət verməsini istəyir. Bəs İlyasın cavabı necə olur? İlyas deyir ki, padşah sağ olsun, əmr eləyin, almazı sındırsınlar. İçindən torpaq çıxmasa, boynumu vurdurun. Bəli, padşah əmr eləyir, almazı sındırdılar. Almaz sınan kimi içindən torpaq tökülür. Nəticədə hamı utanır. Yəni, hansı hamı? Necə hamı? Yəni, belə başa düşək də, burada axı biz bayaq dedik, demək, hamının günəş kimi parlayan almaz haqqında düşüncəsi necə idi? Onlar demişlər ki, bu almazın heç qiyməti yoxdur. Yəni, çox qiymətli də, belə deyək, dəyərli bir hədiyyədir, bəli. Və burada isə nəticədə görürük ki, hamı utanır, başını aşağı salır. Bunun da nəticəsi olur ki, padşah fərəhlənir ki, onun belə bir qulu var. Demək, almaza qiymət verəndən sonra padşah fərəhlənir ki, onun İlyas kimi bir qulu var və İlyası öz məclisində oturdur. Demək, birinci dəfə bayaqki məqamda burada demişdi ki, atı suya salsa nə olacaq? Demişdi ki, o yatacaq və atı satanın cavabından sonra padşahda əminlik yaranır. Demək, birinci addımından sonra nə oldu? Yəni, bu atla bağlı doğru cavabı tapandan sonra demək, özü əmr verdi ki, özü yediyi yeməkdən İlyası da versinlər. Bu birinci cavabdan sonradır. Sonra almazla bağlı, belə deyək ki, almazla bağlı doğru cavabı, almazla bağlı həqiqəti üzə çıxarandan sonra neynir? Onu öz məclisində oturdur. Düzdürmü? Növbəti sualla davam edək. İlyasın bu cavabından sonra padşah hansı əmri verir? Demək, bundan sonra deyir, İlyas mənim özümlə çörək yeyəcək. Əvvəl necə idi? Əvvəl atla bağlı həqiqəti üzə çıxarandan sonra demişdi ki, mən nə yeyirəmsə, o da onu yeməlidir. Amma burada necədir? Almazla bağlı həqiqəti üzə çıxarandan sonra artıq onu öz məclisinə, belə deyək ki, otuzdurur da, düzdür? Və İlyas öz məclisində oturdur və deyir ki, bundan sonra İlyas mənim özümlə çörək yesin. Bu ikinci məqamdır. Və bu gündən İlyasla padşah həmişə bir yerdə çörək yeyirdilər. Bu şəhərdə yaşayan yaşayan belə deyək ki, bir qız yaşayırdı və bəs bu qızın fərqliliyi, özəlliyi nədə idi? Burada bir neçə məqamı biz vurğulaya bilərik. Birincisi,
Gözəllikdə onun taya bərabəri yox idi. Bu bir və ağıllı idi. İkincisi, onu heç kim görməyib, ancaq onun adını eşidiblər. Yəni heç kim görməyib o deməkdir ki, da burada istisna məqamı belə deyək ki, qeyd olunmayıb. Üçüncü nəyi vurğulaya bilərik? Qızın gözəlliyi bütün şəhərdə məşhur idi. Yəni öz həm gözəl olduğu qədər də yəni ağıllı olması da bir xarakter xüsusiyyət kimi vurğulamaq olar. Onun haqqında qara fikir, yəni pis fikir, acı söz deyən adam da yoxdur. Yəni birmənalı fikir yoxdur onun haqqında. Və burada 4 xüsusi məqamı biz qız haqqında vurğulaya bilərik. Bir də 5-incisini də qeyd edək ki, bircə adam da ona qonaq olub, onunla bir söhbət eləməyib, ona kəlmə kəsməyib. 5 məqamı vurğulamaq olar. Bir də başqa şəhərdə, bu şəhərdə padşahla yaşayan eyni şəhərdən söhbət gedir. 25-ci suala baxaq. Padşahın bu məsələ ilə bağlı düşüncəsi necədir? Padşah maraqlı bir nitq söyləyir. Deyir ki, ölkənin sahibi mən olam, amma bu ölkədə yaşayanlarla mən danışa bilməyim. Bu necə olur? Əmr edir ki, axşam saat 8-dən sonra bir adam qalmasın, bir adamın pəncərəsi açıq olmasın, eşikdə əmrimə tabe olmayanların başını bədənindən ayıracağam. Və nəticədə axşam saat 8 olur, qorxudan hamı evinə çəkilir. Biraz keçmişdi ki, padşah yavaş-yavaş evdən çıxıb, həmin gözəl qızgilə tərəf getməyə başlayır. Padşah qızın qapısını döyür. Demək, burada qapını qız açır, fikri düzdür. Xeyr, qapını qız yox, qapını onun qulluqçusu açır, qızın qulluqçusu. Padşah qulluqçu vasitəsilə xanıma çatdırır ki, nə çatdırır? Demək, xanım çatdırır ki, bəs padşah gəlib, bəs xanım nə cavab verir? Xanım qulluqçuya deyir ki, get padşaha de ki, yəni xanım özü padşaha demir. Qulluqçu vasitəsilə çatdırır ki, get padşaha de ki, bir inəyim var, nə arıqdır, nə kök, öldürsən, nə qədər piy çıxar. Bəs padşahın cavabı necə olur? Padşah deyir ki, get xanıma de ki, 4 put. Qulluqçu xanıma padşahın cavabını deyəndə, deyəndən sonra xanımın cavabı necə olur? Deyir, get denən xoş gəldi, gedə bilər və belə bir cavab verir. Burada yəqin putdakı yəni 16,4 kiloqrama bərabər qədim bir ölçü vahidi kimi qeyd olunub. Demək, padşahın cavabı qızı xanımı qane eləmədiyinə görə qulluqçu vasitəsilə onun getməsini ona deyir ki, getsin. Sonra 31-ci suala baxaq. Padşahın axşam evdən çıxmamaq əmrini heç kim pozmamışdı. Bu fikir əlbəttə ki, səhvdir. Çünki elə padşah istəyirdi ki, qayıtsın, gördü ki, bir qaraltı gəlir. Öz-özünə dedi ki, bu kimdir? Mənim əmrimdən çıxıb şəhərdə gəzir. Yaxşı, mən sabah onun atasını yandıraram. Qoy yaxınlaşsın, görüm kimdir. Qaraltı yaxınlaşır və padşah görür ki, o vəziri gəlib. Tez gizlənir orada və vəzir xanımın qapısını döyür. Qulluqçu çıxır. Vəzir qulluqçu vasitəsilə xanımın gəldiyini çatdırır. Xanımın vəzirə sualı fərqli sualdır. Fikri düzdür? Xeyr. Yəni xanım padşah hansı sualı ünvanladı göndər. Belə deyək ki, padşah hansı sualı belə deyək ki, çatdırmışdısa, elə vəzirə də eyni sualı çatdırır. Xanım deyir ki, bir inəyim var. Nə arıqdır, nə kökdür. Öldürsəm nə qədər piy çıxar? Yəni xanımın padşaha ünvanladığı sualla vəzirə ünvanladığı sual nədir? Eynidir. Vəzirin cavabı necə olur? Deyir ki, 7 putdur və qulluqçu vəzirə bildirir. Xanım ona deyir ki, gedə bilər, xoş gəldi. Bu obraz istəyirdi ki, qayıtsın. Bir də gördü ki, aha, budur, bir qaraltı gəlir. Özünə dedi ki, aya, bu kimdir eşiyə çıxıb? Səhər padşaha deyəcəyəm, bunun başını bədənindən ayırsın.
Tez ağacların dalına girdi ki, gizlənsin. Gördü padşah da burada mısıb. Və vəzir demək bu obraz deyəndə bu bütün bu danışdıqlarımız yəni padşahdan gizlənə bilməyən, padşahın əmrinə qarşı çıxanları sabah padşaha şikayət edəcəyini deyən kimdir? Vəzirdir. Qeyd kimi deyə bilərik ki, padşah vəziri görür. Vəzir səs eləmək istəsə də padşah susmasını, gələnlərin kim olduğunu görmək istəyir və beləliklə nə olur? Padşah və vəzir gələnin İlyas olduğunu görür. İlyas xanımın qapısını döydü. Yəni qapını kim açır? Qulluqçu açır. İlyas qulluqçuya onu xanıma necə təqdim etməyini istəyir. Deyir, get xanıma de ki, padşahın qulu İlyas gəlib və qulluqçu xanımın eyni sualına İlyas da cavab verir. Bəs İlyasın cavabı nə olur? Deyir ki, get xanıma de ki, qəbuldur. Bu cavaba padşah və vəzirin münasibəti hər ikisi məhtəl qalırlar. Dedilər ki, nə olsun ki, yəni bunu biz də deyərdik də. İlyasın cavabından sonra xanımın münasibəti necə olur? Qulluqçu gəlib qapını açır və İlyas içəri daxil olur. İşi belə gördükdə padşah və vəzir nə edir? Padşahla vəzir işi belə görüb tez bir təhər özlərini qızın bağçasına yetirirlər, ağacların altında gizlənirlər. Gördülər ki, İlyas eyvanda əyləşib. Qulluqçunun İlyasın qabağına qoyduğu məcməyidə nə var idi? Məcməyidə bir qayçı, bir vərəq kağız, bir Quran, bir topu iynə, bir də nar var idi. Yaxşı, İlyas məcməyidəki əşyaları nə edir? İlyas iynələri götürüb hamısını bir narın üstünə taxır. Sonra kağızı götürüb doğrayır. Sonra Quranı öpüb yerinə qoyur. Qulluqçu məcməyini aparandan sonra eyvana kim daxil olur? Aha, xanım özü. Məlahətli səslə xanım İlyasa nə deyir? İlyas, nəhayət bu şəhərdə ağıllı, mərifətli bir adam tapıldı ki, dərdini onunla bölüşəsən. Vəzir və padşahın bu məsələyə münasibəti necə olur? Vəzirlə padşahın az qalırdı ki, paxıllıqdan bağırları ürəyə partlasın. Səhəri gün İlyas saraya vaxtsız gələrkən, padşah ondan dünən gecə harada olduğunu soruşanda İlyasın cavabı nə olur? Bir sənə satan tacirin anasını mən özümə ana kimi bilərdim və o da məni çox istəyərdi və o ölübdür. Getmişdim onun qəbrinin üstünə. Qəbrin üstündə ağladım, yuxu tutdu, qaldım orada və bir də gördüm ki, səhərdir. İlyas əsl həqiqəti padşaha demir, yəni yalan danışır. Sonra İlyasın yalan danışdığını görən padşah dəfələrlə ondan düzgün cavab verməyini istəsə də, İlyas həmişə nə deyir? Yuxu tutmuşdu, qalmışdım qəbrin üstündə, yəni eyni cavabı verir. Padşah İlyasla bağlı hansı əmri verir? Deyir ki, aparıb bunu oxlasınlar. Amma ox atanlara da öyrədir ki, oxu elə atın ki, İlyasa dəyməsin. Çünki bu sirləri öyrənmək istəyir. Sonra İlyas oxa tutulduqdan sonra padşah istədiyi cavabı ala bilirmi? Xeyr, İlyas həqiqəti demir. Yəni, padşah sağ olsun, yuxu tutmuşdu, qalmışdın qəbrin üstündə, eyni cavab deyir. Padşahın qəzəbi artır, hirsi beyninə vurur. Gördü ki, bu dediyini deyir, əmr edir ki, bu saat onu assınlar. Demək, burada neynədir? İlk olaraq onu oxlamağı bildirir. Görür ki, xeyri yoxdur. Ardınca onu asmağı əmr edir. Və İlyas dar ağacının altından gətirirlər İlyası və kəndiri boğazına salırlar. İpi çəkmək istəyəndə nə baş verir? Bir atlı çapar gəlir. Atlı elə yeyin gəlirdi ki, atın üstündəkini görmək mümkün deyildi. Elə ki, dar ağacının altına yetişdi. Çapa-çapa yenə bir nar vurub, bir narı yəqin yerə bir nar atır və nar parçalanıb dağılır. Özü də yəni gedir. Bu gördüklərindən sonra İlyas nə qərara gəlir? Sirri açacağını deyir. Sirri ancaq padşaha ayrılıqda söyləyəcəyini deyir və sarayda təklikdə padşaha açıqlayır.
İlk olaraq İlyas qızla bağlı hansı məqamı padşaha deyir? Deyir, padşah sağ olsun. Gecə baxdı sarayda ona etiraf elədi də. Aydındır. Hansı hadisədən sonra? Demək o bir atlının gəlib onun qarşısında narı yerə çırpmasından sonra deyir, İlyas qızla bağlı deyir ki, deyir padşah sağ olsun. Gecə mən filan gözəl qıza qonaq oldum. Onun ağlına, kəmalına, qeyrətinə heyran oldum. Padşah İlyasdan ilk olaraq bunu deyir. İlyasdan soruşur ki, o pi məsələsi nə idi ki, sən dedin qəbuldur. Padşah sağ olsun. Xanım bu sualla demək istəyirdi ki, sən məni görməmisən, bilmirsən arığam. Kökəm, gözələm, çirkinəm, ağıllıyam, ağılsızam. Onda mən dedim ki, qəbuldur. Yəni hər necə olsan, gözəl, çirkin, arıq, ağıllı, ağılsız, mənə qəbulsan. Onda qapını açdılar, məni içəri buraxdılar. Padşah məcməyi məsələsinin sirrini soruşur. İlyas deyir ki, padşah sağ olsun. O atlı ki keçdi, narı yerə vurdu, narı dağıldı. O həmin qızdı. Narı yerə vurdu, dedi ki, bu sir mənimdirsə qoy açılsın, təki sən ölmə. Odur ki, mən də olanları dedim. İlyas, axı sən adamı tanıyırsan, indi görüm mən necə adamam? Padşah ona İlyasa sual verir. İlyas padşahın necə adam olduğunu ona deyir. Deyir, sən çörəkçi oğlusan. Padşah bu cavabla razılaşmır. Deyir ki, sən nə danışırsan? Mən padşah oğluyam. Mənim atam bu şəhərin padşahı olub. Və babam da deyir bu şəhərin padşahı olub. İlyas padşaha nə məsləhət bilir? Deyir, padşah sağ olsun, əmr elə, anan gəlsin, soruş, elə olmasa boynumu vurdur. Padşahın anasının bu məsələyə münasibəti necə olur? Deyir, mən hamilə olanda padşah dedi ki, əgər qız doğsan, səni öldürəcəyəm. Oğlan doğsan, nə desən gözüm üstə. Vaxtında mənim qızım qonşuda çörəkçinin oğlu oldu. Bir vaxtında mənim qızım mənim qızım oldu. Qonşuda çörəkçinin də oğlu oldu. Belə olmalıdır da. İşi belə görəndə çörəkçiyə pul verdi, uşaqları dəyişdirdik. İndi sən doğrudan da çörəkçi oğlusan. Və padşah burada İlyası tərifləyir, ona afərin deyir. Padşah İlyasdan soruşur ki, haradan bildin ki, mən çörəkçi oğluyam? Sən deyir, məndən narazı qalanda qızıl, gümüş vermədin, çörəyinə şərik elədin. Padşah İlyasdan soruşur ki, bəs bu qız kimdir? İlyas deyir ki, o qız padşahın qızıdır. Padşah buna necə əmin olur? Padşah anasından soruşur ki, görür ki, doğrudan da həmin qız bunun yerinə dəyişilən qızdır. Sən demə anası onu gizlicə qızıl gümüş verib dolanışığını saxlayırmış, amma özünün qızına nişan verməyibmiş. Yəni anadan söhbət gedir. Padşah İlyasdan soruşur ki, İlyas, bəs sən kimsən? Bir padşah sağ olsun. Mən bir bağban oğluyam. Mən uşaq olanda bizim şəhərə hücum eləyib basırlar, məni əsir eləyirlər, sonra gətirib qul kimi satırlar. Demək, burada nəticə çatmaq olar ki, padşah olsa da əslində o çörəkçi oğludur. İlyas qul olsa da əslində bağban olub. Sonra padşah hansı qərara gəlir? Padşah həmin qızı İlyasa alır, 40 gün 40 gecə toy eləyir, öz tacını başından götürüb İlyasın başına qoyur və deyir ki, padşahlığa sən yararsan. Yəni sənin biliyin mənimkindən çoxdur. Nağılın sonluğu üçün də demək xarakteri xüsusiyyətlə bitib. Bu hissədə də biz qeyd eləyə bilərik.